Davam edirik hidroliz mövzusuna. Deyirik ki, duzun tərkibindəki iyonlar ilə su molekullarının qarşılıqlı təsir nəticəsində zəif elektrolitlərin əmələ gəlmə prosesi duzların hidrolizi adlanır. Hidroliz sözünün mənası hidrosu, lizis parçalanma deməkdir. Yəni su nəticəsində parçalanması, duzların su molekullarının təsirində parçalanması duzların hidrolizi adlanır. Əgər duz hidrolizə uğrayırsa, həmin duzun tam hidrolizindən duza əmələ gətirən əsas və yaxud da turşu alınır. İndi gəlin aşağıdakı qruplaşmaya baxaq. Duza əmələ gətirən əsas və turşunun təbiətindən, yəni qüvvətliyindən asılı olaraq duzları 4 qrupa bölürük. Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar, qüvvətli əsas, zəif turşudan əmələ gələn duzlar, zəif əsas, qüvvətli turşudan, zəif əsas, zəif turşudan əmələ gələn duzlar. Bundan sonra bu hissəni sırf o qüvvətli əsas, qüvvətli turşu, zəif əsas, zəif turşuları bilək deyə bunu qeyd eləmişəm. Baxın, qüvvətli turşuların nə olduğunu bilirik. Sulfat turşusudur, nitrat turşusudur, perxloratdır, xloriddir, bromiddir, yodiddir. Bunlar hamısı qüvvətli turşulardır. Qüvvətli əsaslar hansılar idi? Qələflər. Lityum, natrium, kalium, rubidium, sezium, fransiyum, kalsiyumun hidroksidləri. Yerdə qalanlar hamısı zəiflər idi. Zəif turşularımız da məsələn ortofosfat. Ən çox qarşılanan biri baxın ortofosfatdır. Yadda saxlayırsınız. Ortofosfat turşusu H3PO4 zəif turşudur. Yerdə qalanlar olsa bilirik. Silikatdır, karbonatdır. Orada CH3COH verilib, sirkə turşusu. Bunlar hamısı zəif turşular sayılır. İndi gəlirik. Birincisi, qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar. Baxın uşaqlar, yadda saxlayırsınız ki, hidroliz zəifə görə baş verən bir şeydir. Yəni bu duzun birinci və yaxud da ikinci tərəfində mütləq şəkildə ya turşusu ya da əsası zəif olmalıdır ki, duz hidrolizə uğrasın. Əgər hər iki tərəfi qüvvətlidirsə, deməli bu duz hidrolizə uğramayacaq. Baxın, demək deyirik ki, qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar hidrolizə uğramırlar. Səbəb çünki hidroliz zəifə görə baş verən bir şeydir. Bunların da heç bir tərəfində zəif olmadığı üçün, deməli qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar hidrolizə uğramırlar. Bu zaman həm əsas, həm də turşu qüvvətli olduğu üçün mühitimiz neytraldır. Mühitin nə olduğunu keçən mövzularda izah eləmişdim əslində sizə. Əsasi mühit var, turş mühit var, neytral mühit var. Yadınızdadsa demişdik ki, turşularda mühit turş olur, turş mühit olur. Əsaslarda qələvi mühit, neytral mühit isə gəlirik duzlardan. Deyirik ki, qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlarda mühit neytral olur. Yəni hər iki tərəfimiz qüvvətli olduğu üçün mühitimiz neytraldır. Neytral mühit o deməkdir ki, hidrogenin sayı OH-ın sayına bərabər olsun. Yəni normal duzlarda məsəl üçün. pH-ımızın da qiyməti 7-dir. pH da indikatorun göstəricisidir. İndikatorla nə olduğunu mən sizə turşularda izah eləmişdim. Demişdik ki, ümumiyyətlə maddənin belə deyək də rəngini və yaxud da maddəni təyin etmək üçün bizə indikatorlar lazımdır. Hətta biz indikatorları bölmüşdük 3 yerə. Metil oranj var idi, fenolftalein var idi, bir də lakmus var idi. Hansı ki deyir turşular lakmusun rəngini qızardır, əsaslar lakmusun rəngini göyərdir. Bəzən lakmusun rəngi ümumiyyətlə dəyişmir. Duzlarda məsələn öz rəngi bənövşə idi. Həmin eyni şeydir. Mühit də yenə eyni qayda. pH-ın qiyməti neytral mühitdə olur 7. Lakmusun rəngi isə dəyişmir, yəni bənövşəyi olaraq qalır. Dediyim kimi, bəzən testlərdə yazılır lakmus rəngi dəyişmir, bəzən deyir ki, lakmus elə bənövşəyi rəngdə olur. Çünki öz rəngi bənövşəyidir. Məsələn, natrium 2 SO4. Fikir verin, birinci tərəf həmişə, yadda saxlayın, birinci tərəf həmişə əsas tərəf olur. Yəni, əsas deyəndə turşular, əsaslar bölür deyə biz əsas tərəf, yəni hidroksid tərəf olur. İkinci tərəf turşu tərəf olur. Natrium 2 SO4-ün birinci tərəfi natriumdur. Baxın, natrium OH əsasının natriumu qüvvətlidir. SO4 də sulfat turşusunun SO4-üdür. Hər ikisi qüvvətli olduğu üçün deməli bunlar hidrolizə uğramırlar. Lityum, xlor. Yenə lityum OH-ın qalıqıdır. Xlor da H-xlorun qalıqıdır. Hər iki tərəf qüvvətli olduğu üçün bu duzlar hidrolizə uğramırlar. Mühitimiz neytraldır. pH-ın qiyməti 7-dir. Lakmus rəngini dəyişmir. Keçdik ikinciyə. Qüvvətli əsas zəif turşudan əmələ gələn duzlar. Baxın, hidrolizə uğrayacaq. Niyə görə? Çünki zəifimiz var. Zəif tərəfimiz var, axı turşu tərəf. Deməli, hidrolizə uğrayacaq. Özdə nəyə görə hidrolizə uğrayacaq? Aniona görə. Yadda saxlayın, həmişə birinci tərəfimiz müsbət olur. Yəni, əsas tərəfimiz müsbət olur. Turşu tərəfimiz mənfi olur. Biz zaten bunun qayda demişdik ki, turşu qalıqları həmişə mənfi yüklə olur, anion olur yəni. Deməli, qüvvətli əsas zəif turşudan əmələ gələn duzlarımız aniona görə hidroliz eləyəcəklər.
Çünki mənfi tərəfimiz turşudur. Ona görə hidrolizi uğrayacaqlar. Mühitimiz də qələvidir. Baxın, yadda saxlayın. Hidroliz zəifə görə baş verən bir şeydir. Mühiti təyin edirik qüvvətliyə görə. Qüvvətli tərəfimiz əsas olduğu üçün deməli mühit qələvidir. Lakmusumuz göyərir. pH-ın qiyməti 7 olur, mütləq şəkildə yadda saxlayırsınız. Hidroliz prosesinə aralıq məhsul kimi turş düzəlnir. Bu tərsinədir. Əgər mühitimiz qələvidirsə, hidroliz prosesindən aralıq məhsul kimi turş düzəlnəcək. Yox, əgər mühitimiz turşudursa, turş mühitdirsə, hidroliz prosesindən aralıq məhsul kimi əsasi duz alınmış olacaq. Mühit qələvidir. Niyə görə? Çünki duzumuzu əmələ gətirən əsas qüvvətlidir. Bir də təkrarlayıram. Hidroliz zəifə görə baş verən bir şeydir. Zəif tərəfimiz hansıdırsa, hidroliz ona görə gedəcək. Məsələn, burada natrium 2S-ə baxın. S bizdə H2S turşusun qalıqıdır. H2S isə zəif turşudur. Deməli, yenə aniona görə hidroliz edir. Qüvvətli tərəfimiz birinci tərəfdir. Yəni, qələvi tərəfdir. Deməli, mühitimiz qələvidir. Hidroliz prosesindən aralıq məhsul kimi alınacaq turş duz. Niyə? Çünki qələvi mühitdir. pH-ımızın qiyməti olacaq 7-dən böyük. Zəif əsas qüvvətli turşudan əmələ gələn duzlar. Fikir verin, zəif tərəfimiz isə birinci tərəfdir. Deməli, bu kationa görə hidroliz eləyəcək. Kation müsbət tərəfdə, anion mənfi. Kationa görə hidroliz eləyəcək. Mühitimiz qüvvətliyə görə. Qüvvətli tərəf turşu olduğu üçün mühitimiz olacaq turş mühit. Turş mühitdə pH kiçikdir 7-dən. Və lakmusumuz qızarır. Hidroliz prosesində aralıq məhsul kimi əsasi duz alınır. Dediyim kimi, əgər mühit qələvi mühitdirsə, turş duz alınır. Yox, əgər turş mühitdirsə, əsasi duz alınır. Məsələn, dəmir xlor 2. Dəmir xlor 2-də dəmir OH2 bilirsiniz ki, çöküntüdür. Yəni, suda həll olmayan zəif əsasdır. Birinci tərəfimiz zəifdir. Xlor da H xlor turşusun qalıqıdır, qüvvətlidir. Və yaxud da mis SO4 yenə eyni qaydadır. Dördüncüsü, zəif əsas, zəif turşudan əmələ gələn duzlar. Fikir verirsinizsə, hər iki tərəfimiz zəif tərəfdir. Deməli, bu 4 dənə duzun içərisində, 4 növ duzun içərisində ən yaxşı hidrolizə uğrayanlar zəif əsas, zəif turşudan əmələ gələn duzlardır. Çünki hidroliz zəifə görə baş verən bir şeydir. Burada hər iki tərəfimiz zəif olduğu üçün, deməli, bu duzlar hidrolizə yaxşı uğrayacaqlar. Demək, həm aniona görə, həm də kationa görə hidrolizə uğrayacaqlar. Hər iki tərəfimiz zəif olduğu üçün, yəni neytral mühitdir. Neytral mühitdə lakmus rəngi dəyişmədi, pH-da bərabərdir 7-yə. Məsələn, mis S, mis OH2-nin zəif əsasdır. Deməli, mis zəifdir. S də bayaq dediyi H2S sulfit turşusun qalıqıdır, zəif turşudur. Gələk məsələn bura. Kalium 2SO4. Kalium 2SO4-də baxırıq ki, kalium qüvvətli tərəfdir. Kalium qüvvətli tərəfdir, SO4 də qüvvətli tərəfdir. Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar hidrolizə uğramırlar. Hidrolizə uğramır. Dediyi ki, mühitimiz neytral mühitdir. pH bərabərdir 7-yə. Natrium, xlor. Natrium qüvvətlidir, xlor da qüvvətlidir. Yenə eyni qayda. Neytral mühit, hidrolizə uğramırlar. Mis xlor 2. Mis bilirik ki, zəif tərəfimizdir. Xlor qüvvətli tərəfimizdir. Artıq qüvvətli tərəfimiz turşu olduğu üçün olacaq turş mühit. Turş mühitdə isə demişdik ki, pH kiçikdir 7-dən. Artıq bizdən soruşsa ki, nəyə görə hidrolizə uğrayır? Zəifə görə. Yəni, kationa görə hidrolizə uğrayacaq. Barium SO4-ə baxırıq. Barium qüvvətli tərəfdə, SO4 qüvvətlidir, yenə eyni qayda. Neytral mühitdə hidrolizə uğramırlar. Gümüş xlorda, gümüş zəifdir, xlor qüvvətlidir. Yenə xlor, yəni qüvvətli tərəfimiz turş tərəfi olduğu üçün turş mühitdir. Turş mühitdirsə pH kiçikdir 7-dən, lakmus qızarır, yəni qırmızı rəngə boyanır. Və bizdən hansına görə hidrolizə uğradığını soruşsa, gümüşə görə. Yəni kationa görə hidrolizə uğrayacaq. Çünki hidroliz zəifə görə baş verən bir şeydir. Sink SO4-də sink zəifdir, SO4 qüvvətli, yenə eyni qayda, turş mühitdir. Xrom nitratda xrom zəifdir, nitrat turşusu qüvvətlidir, yenə turş mühitdir. Kalsium nitrat, kalsium qüvvətlidir, nitrat qüvvətlidir, hər iki tərəf qüvvətlidirsə neytral mühitdir, hidrolizə uğramayacaq. Natrium 2 karbonata, natrium qüvvətli, karbonat zəifdir. Qüvvətli turşu zəif, qüvvətli əsas zəif turşudan əmələ gələn duzlarda əsasi mühitdir. Əsasi və yaxud da qələvi mühit fərqi yoxdur, ikisi də eyni şeydir. Bizdə zəif tərəfimiz karbonat turşusu olduğu üçün aniona görə hidrolizə uğrayacaq.
Anyona görə hidrolizə uğrayacaq. Kalium 2S-də yenə kalium qüvvətlidir. S zəifdir. Yenə eyni qayda qələvi mühit və deməli turşu tərəfimiz zəif olduğu üçün deyəcəyik ki, anyona görə hidrolizə uğrayır. Bu belə. Keçdik. Temperatur artdıqda duzların hidrolizi sürətlənir, duzun qatlığı artdıqda isə hidroliz zəifləyir. Ümumiyyətlə, baxın, yadda saxlayırıq ki, hidroliz zamanı qələvi mühit əmələ gətirən duzların məhluluna turşu əlavə edəndə hidroliz reaksiyasının sürəti artır. Qısaca, əgər mühitim qələvidirsə, qələvi mühitin üzərinə qələvi gələndə azalacaq, turşu gələndə artacaq. Əksini gəlməliyəm ki, sürəti artırım. Eyni şey turş mühit üçün geçərli. Turş mühitdə olan bir duzun üzərinə turşu gəlsəm, hidroliz zəifləyəcək, qələvi gəlsəm, hidroliz artacaq. Çalışmaya baxaq. Çalışmada bizə duzun hidrolizi zamanı reaksiyanın sürətinin zamanının asılılıq qrafiki verilmişdir. Uyğunluğu deyir müəyyənləşdirin. Baxın, V-nin T-nin asılılıq qrafiki verilib və fikir verirsinizsə sürət getdikcə artıb. Sürətim artıbsa, deməli mən bayaqçı kimi qələvi mühitdirsə turşu əlavə eləməliyəm, turş mühitdirsə qələvi əlavə eləməliyəm. İndi gəlin baxaq. Məsələn, barium SO4-də bir dənə baxaq. Barium SO4-də barium qüvvətlidir, SO4 qüvvətlidir. Bu neytral mühitdir. Bununla işimiz yoxdur. Neytral mühitlə işimiz yoxdur. Natrium 2 SO3. Natrium 2 SO3, natrium qüvvətli tərəfdir, SO3 zəif tərəfdir. Qüvvətli tərəf birinci tərəf olduğu üçün deməli bu qələvi mühitdir. Qələvi mühitdirsə, qələvi mühitin üzərinə turşu gəlməliyəm ki, sürətim artsın. Deməli 2-yə getdi B. NH4 2S. NH4-üm zəif tərəfdir, S də zəif tərəfdir. Neytral mühitdir, neytral mühitlə işimiz yoxdur. Dəmir SO4. Dəmir qüvvətlidir, SO4 zəifdir. Üzr istəyirəm, dəmir zəifdir, SO4 qüvvətlidir. Artıq burada SO4 qüvvətli olduğu üçün turş mühiti alınır. Turş mühitdə olan bir maddənin üzərinə mən qələvi gəlməliyəm ki, sürətim artsın. Demək, biri də getdi D. Ən sonuncu CH3, COO, kalium. Bir dənə bunlara diqqət yetirim. Bir dənə bunu mən təzədən izah edeyim sizə. Bir dənə bu üzvü turşularda biraz iş dəyişir. Üzvü turşularda CH3, COO, kalium. Baxın, burada turşu qalığı CH3, COO-dur. CH3, COO turşu qalığıdır. Kalium isə müsbət tərəfdir, kation tərəfdir. Yəni biz normalda birinci tərəfimiz müsbət, ikinci tərəfimiz mənfi olur duzlarda. Amma üzvü turşularda, daha doğrusu üzvü turşuların duzlarında iş fərqli olur. Deməli, CH3, COO burada mənfi tərəfdir, kalium müsbət tərəfdir. Bu artıq zəif tərəfdir, bu da qüvvətli tərəfdir. İndi fikir versək, qüvvətli tərəfimiz kaliumdur, yəni qüvvətli tərəfimiz birinci tərəf olduğu üçün bu qələvi mühitdir. Qələvi mühitin də üzərinə mən turşu gəlməliyəm ki, reaksiyamın sürəti artsın. Bu qədər. Burada nəsə sualınız olsa, qeyd edərsiniz, dərsə baxarıq.